Amma xahiş edirəm, uşaqlarımızı futbola verək, uşaqlarımızın futbol oynamağında şərait yaradaq. Uşaqlar üçün nəzərdə tutulan meydançalarda maşınları park edib, saatlarla saxlamayaq, boy oynasınlar. Bizə futbolçu lazımdır. Biz güclü xalqıq, biz güclülərlə oynamalıyıq, onlara qalib gəlməliyik, tutmamalıyıq. Rayət İmaməliyə, vətəndaş mövqeyimlə qarşınızdayım. Bu video məni çox təsirləndirdi. Futbol şərhçisi rəsmən ağlayır, yalvarır. O gün futbol yığmamız kəfənlə uğraşan Belarusiyaya Bakıda yenə uduzdu. Azərbaycanda olan futbol azarkeşləri bəlkə də dünyada yoxdur. Amma dünya və Avropa seçmə mərhələləri gələndə ilk arzumuz o olur ki, Ermənistan yüksək yer tutmasın. Ötən illər az qala dünya və Avropa çempionatlarına gedəcəkdilər. İkinci arzumuzsa bu olur ki, Azərbaycan heç olmasa sonuncu yer tutmasın. Çünki Qarabağ klubunun zəfərləri kölgəsində gizlənən, daldalanan AFFA adlı yarıtmaz bir futbol qurumu var Azərbaycanda. Qarabağın bir heçəçə və ya məğlubiyyətində az qalırıq Qurban Qurbanovu xain çıxaraq. Həmin vaxt kartof satan da elə bil məşhur bir futbol analitiki olur. Amma gedib üzr istəyirəm, kayfını tutub ayda bir dəfə gəlib millini uduzduranı, dalbadal 9 dəfə məğlub olan baş məşqçiyə nə futbol federasiyamız, nə də biz söz deyə bilmirik. Bilirsinizmi, futbolun Messiləri inanın mənə, bizim o Bakıda, Svetoforda dayananda maşınlara yaxınlaşıb şüşə silən uşaqların içindən çıxır. Futbolun Ronaldoları küçələrdə salfet satan balaların arasından çıxır. Amma bizdə niyə futbol inkişaf etmir? İnsafən dövlət tərəfindən futbol meydançaları inşa olunur. Bizim məhəllədə 2 futbol meydançası var. Biri aşağıdakı Rus məhəlləsində, biri bizdə. Rus məhəlləsindəki meydançada yaşıl xalı üstündə, səliqəli şəkildə həmişə futbol oynayırlar. Bizim məhlədəki stadionda isə hava biraz qızan kimi arvadlar xalça palazları töküb, sabunlayıb pis günə qoyurlar. Milli maçlarda dövlət himni səslənəndə futbolçularımız yalandan dodaqlarını qaldırıb endirirlər. Amma Türkiyə milliləri himni oxuyanda səsləri qulaq batırır. Çünki nə biz, nə də futbolçularımız milli sözünün mahiyyətini anlamırıq. Əslində millinin uduzmasında hamımız günahkarıq. Çünki bizdə milli ruh yoxdur. Biz hələ də bilmirik millətimiz Azərbaycanlıdır, yoxsa Azərbaycan türkü. Nə qədər ki, cərimə zərbəsinə ştrafnoy, qapıya varota, məşqçiyə triner deyilən bir ölkədə yaşayırıqsa, sənin içindən Messi, Ronaldo çıxmaz, ay Azərbaycan. Dünya futbol menecerləri küçə-küçə gəzib istedadlar arasında Mbappe, Osimhen çıxarırlar. Bizdə isə azacıq imkanlı olanlar uşağını futbol məktəbinə qoyur, biraz istedadları üzə çıxanda onu peşəkar komandaya cəlb etmək üçün vasitəçilər girəcək araya. Filan qədər pul vermək lazımdır, filan qədər ödəmək lazımdır. Beləliklə istedad məhv olur. Gələcəyin Maradonası üzünü tutur Sənaye Universitetində tələbə olmağa. İdman Akademiyasının isə necə tələbə qəbul olunur, nə tər qəbul olunur, mənim heç başım çıxmır. Futbol ən böyük siyasətdir. Çünki Portuqaliya adı gələndə Ronaldo, Argentina adı gələndə Messi xatırlanır. O ölkələrin nə prezidentlərini, nə yazıçılarını heç kəs tanımır. Ona görə də futbolu inkişaf etdirin, AFFA. Xilas yolunuz budur. Futbol Federasiyasının işçiləri neft, benzin satan yox, əsl futbol mütəxəssisləri olmalıdır. Küçə-küçə gəzin, dövlətdən pul alırsınız, istedadları yığın. Dartın, çıxarın ki, ölməsədən, bu bataqlıqdan bu bədbəxt Azərbaycan futbolunu. Üzməyin bizi.